İşğaldan azad olunmuş ərazilərə böyük qayıdışa dair birinci dövlət proqramına əsasən Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan Xocalı şəhərinə yola salınıb. Bu mərhələdə Xocalı şəhərinə 33 ailə, 137 nəfər köçürülüb. Bugünkü gündə qayıdırıq öz torpaqlarımıza, öz yurdumuza, öz evimizə, öz elimizə qayıdırıq. Çox sağ olsun möhtərəm prezidentimiz, şəhidlərimiz, bir də qazilərimiz. Çox şadam ki, bugünkü günü bizə Allah nəsib eylədi. Daim olsun inşallah. Yerimiz, yurdumuz, obamız doğmadır. Çox xoşdur bu günləri, bu hissi. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin ki, bu hissi, bu anı bizə yaşadıqları bu günləri gedib o torpaqlara biz gedirik bu günləri. Çox sevinirik ki, bu günü gördük. Allah bütün şəhidlərə rəhmət eləsin. Şəhidlərin qanı bahasını alıb torpaq. Allah qazilərə can sağlığı versin.